Müəllifin oxucuya çatdırmaq istədiyi fikirlərdən biri deyil. Bəzən böyük sarsıntılar bir uşaq tərəfindən daha çox duyulur. Bəli, mətndə nəvənin dilindən verilib, o babanın halını başa düşür, onun kədərləndiyini, özünü ağacı dost hesab etdiyini anlayırdı. Deməli, bunu düzgün hesab edə bilərik. Cəmiyyət insanı nə qədər sərtləşdirsə də, o öz içindəki sevgini qoruyub saxlaya bilər. Bəli, mətn əvvəlində də göstərir ki, o nə qədər zəhmli insan olsa da, yenə də mm, hamı ona hörmət bəsləyirdi, dürüstlüyü, sadiqliyi, mərhəməti ilə seçilirdi. Həqiqi bağlar pafos və bağırtı ilə deyil, səssiz qurulur. Bəli, babanın ağacla qurduğu bağı misal göstərə bilərik. İnsan təkcə insanla deyil, təbiətlə də səmimi bir bağ qura bilər. Yenə də babanın ağacla münasibətini göstərə bilərik. Böyük ailə, var-dövlət insanın mənəvi böhrandan uzaq edir. Bu isə yanlışdır, çünki böyük ailəsi, var-dövlət olmasına baxmayaraq, baba yenə də mənəvi böhran keçirirdi. Özünə heç kəsi həmdəm kimi görmürdü. Yalnız ağacla dərdləşərək sakitlik tapırdı. Ona görə də düzgün cavabımız bu olacaq.